Elə o səfərlə bağlı danışacağıq. Dünən bərabər iştirak edirdik o səfərdə. Səfərlə bağlı ilkin təəssüratlarınızı almaq istəyirəm. Səfərlə bağlı fikirlərinizi öyrənək əvvəl. Dəvət üçün təşəkkür edirəm və əvvələ bildirim ki, verilişin olması mənim cavabımdan da yollardakı vəziyyətdən bağlı olaraq sizin deyil, sadəcə tıxacların günahı yoxdur. Tıxacların problemi. Əlbəttə bu səfər çox əhəmiyyətli idi. Birinci, biz işğaldan azad olunmuş ərazilərimizə gedəndə sanki uzun illər ən yaxın bir adamımızın həbsdən çıxandan sonra görüşünə gedirik. Torpaqlarımız da həbsdə idi. Düşmən tərəfindən darmadağın olunmuşdu. Aşağılanmışdıq biz və o torpaqlara qaydanda təbii ki, oranı görəndə dağılmış halda hamımızın ürəyimiz ağrıyır. Bunu qəbul eləmək çox çətin məsələdir. Amma bu hissi darmadağın edən başqa bir hiss də var ki, biz ora qaydırıq, artıq düşməni məğlub eləmişik. İtkilərimiz var, savaş itkisiz olmuyor təbii ki. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağ olsun. Və Ali Baş Komandan bir Fatih kimi tarixi özlənmasını bastı məsələn bağlı olaraqdan. Kimin siyasi mənada harda olmasına asılı olmayaraq belə məsələlərdə müxalifətçilik olmuyor, dövlət məsələsidir və dövlətimizin bir parçası artıq qayıdıbsa və müstəqillik aktında bir müddəa var ki, Azərbaycanın suverenliyi şərtsizdir və bütün ərazi daşanılır. Mən o akti hazırlayan və qəbul edən istiqlalçı deputatlardan. Siqnator deputatım deyəm, bunlar üçün çox mühüm bir müddəadır. Xalqım üçün mühüm müddəadır. Yer gəlmişəm, biz elə hamımız əslində sizlərə təşəkkür eləməliyik ki, müstəqillik aktını hazırlamışsınız. O müstəqilliyə gedən yolun ən vacib hissələrindən biri və bəlkə də birincisidir. Estağfurullah, boyunca düşən borcu yer etməyə çalışmışıq təbii ki. O torpaqlara qaydanda təbii ki, orada artıq döyüşün ikinci hissəsinin başlandığını gördük. Artıq bu dirçəliş döyüşüdür. Doğrudan çox möhtəşəm mənzərələ rastlaşdı. Birdən-birə bütün işğal olunmuş ərazilərdən 20% ərazimizdə tikinti, quruculuq işlərinin getməsini görmək adamı sevindirməyə bilməz. Artıq bütün qəsəbələr, şəhər mərkəzləri, kəndlərin bir çoxları təmir olunubdur, əhalimizin bir hissəsi qayıdıbdır. Siz də orada səfərdə iştirak edirdiniz. Və ən müasir formada yeni şəhərlər, yeni kəndlər salınır. Çünki ermənilər hər şey dağılıb, daş üstündə yoxdur orada. Ona görə o qürur hissi adam yaşayır və müxalifət eləmən də biz öyrəşmişik ki, daha çox tənqid eləməyə. Amma doğrudan o yolları görəndə, o tikintiləri görəndə, mən dünən də bu məsələyə toxundum. Yollar çox mühümdür. Yollar ölkənin qan damarlarında. Fikir verdiniz, dünən biz orada sürməyəndə soruşanda ki, əsasən harada məskunlaşmalar başlayır, dedi, yollar gələn, hazırlanan yerlərdə. Çünki infrastruktur olmadan, ora getmək olmadan iş eləmək mümkün deyil axı. Bu yol işçilərin qəlbi bir məsələsi var, başqası fərqli olaraq. Onlar sıfırdan gedirlər, qarşılarında heç bir şey yoxdur. Ancaq qayaları çapırlar, dağları aşırlar, milanmış sahələrdən keçirlər və təkcə Murovda 1100 metr uzunluğunda tunel qazılır. Onlarla tunellər hazırlanıbdır. Yeraltı keçidlər, körpülər, ən geniş yollar. Vaxt mən bir məsələ xüsusi olaraq yüklənmək istəyirəm. Ermənistan-Azərbaycan sərhədi yox idi, SSRİ işğal olunduğu dönəmdə. Artıq ordumuz ki, hücum əməliyyatı keçirdi, torpaqlar azad olundu. Bizim sərhəd dəstələri və sərhəd məntəqələri başladı yaradılmağa. Onların hamısına yollar lazım. Həm dairəvi, həm də alternativ yollar, hərbi yollardır bunlar. Onların hamısına yolunu təmin etdilər. Bütün şəhərlər arasında dairəvi yollar vardı. Rayonlar arasında dairəvi yollar vardı və çox yüksək səviyyədə, qaydanda fikir verilir yoxsa yox, dağlardan su axınlarının qarşılanmaq üçün Bəli, onu çox bəyəndim o hissi olur. Mən də çox xüsusi bir diqqət elədim. Ona görə elə mən buradan avtoyolun rəhbəri, hörmətli Salih Məmmədov cənablarına, onun komandasına, işçilərə dərin təşəkkürümü edirəm. Prezidentin çox uğurlu kadrdır, təbii başqaları da bu işin nüftəsini gəlsin. Elektrikləşməklə məşğul olan işçilərə xüsusi təşəkkür edirəm. Çox unikal iş gördüm. Mən bir dəfə Şuşada gördüm, o duman, qar, su, gördüm ki, işıq dirəklərini çıxıblar və işləyirlər. Mən hətta soruşdum ki, təhlükəlidir yoxsa yox. Dedilər, biz Şuşada işlədiyimizi nəzərə alırıq, burada bizim şəhidlərimiz vardı, biz də belə şərait işləyir. Yəni, millətimiz hər sahədə qəhrəmanlıq eləməyi bacarır. Bu gün də o dirçəlişlə bağlı çox böyük qəhrəmanlıqlar göstərirlər. Siz öz çıxışı müqəddimə hissəsində toxundunuz. Səfəri prezident aparatından siyasi partiyalar və qanunverici orqanla iş şöbəsi təşkilləmişdi. Hörmətli Ədalət Vəliyevin yanaşmaları, çox unikal yanaşmaları vardır. Bilirsiniz, diyalog mühiti təhsil oturmaqdan danışmaqdan ibarət deyil, söhbət eləməkdən ibarət deyil. Bu müstəvidə ora partiyaların birlikdə getməsi həm də nə edir? Ölkədə o birlik, necə ki biz savaş vaxtında, döyüş vaxtında hamımız əlimizi daşın altında qoyduq. Bir-iki partiya istisna olmağına, amma hamı əlindən gələn hər şeylə
tərk elədi. Bunu cənab prezident həmişə qeyd edir. Əlbəttə də bildirdi. Biz də dəfələrlə memorandumlar imzaladıq, bəyanatlar verdik. Yəni bu bizim işimiz idi. Yəni hakimiyyət bir menecer, idarə edən dövlət hamımızındır. Biz Prezident İlham Əliyevin şəxsi işi ilə məşğul deyildik ki, bağına gedib köməkləmirdik ki, bizə kimsə çox sağ olsun. Bu bizim vətənimizdir, dövlətimizdir. İndi bu ikinci hissədə də hamının bir yerdə getməsi quruculuq dönəmində. Dırnaqarası desək, bu savaşda da hamının bir yerdə olmasını təmin edir. Praktik olaraq o müstəvidə təmin edir. Yəni biz ora gedirik, bir yerdə hamımız görürük nələr baş verir, hansı işlər görülür. Adam istər-istəməz içində bir hiss keçir ki, mən hansı kömək edə bilərəm? Ən az ictimai formalaşdırılmasında ki, bir çox ağzı köçəklərin danışmağına baxmayın. Gəlin baxın, görün hansı xarüqələr yaradılır, insanlarımız hansı şərait yaradılır, iş yerlər açılır. Biz baxdıq, elektrik stansiyaları var idi. Bundan başqa günəş batareyalarla çalışan elektrik stansiyaları var idi. Yəni, yerli infrastrukturda əlimizdə olan hər qaynaqdan istifadə edib, əhali üçün əlçatanlıq və rahat şərait yaradılırsa, biz də burada həm hakimiyyət, həm müxalifət nümayəndələri bir yerdə iştirak edirsə, bu deməkdir ki, ölkəmizin quruculuğunda da bir yerdə iştirak etmək üçün bir mövzu var, bir sahə var. Müxalifətçilik və iqtidar müxalifət münasibəti təkcə tənqid eləməkdən, savaşmaqdan, biri-biri bəyənməməkdən keçmir ki. Həm də burada biz problemlərə müxalif olmağımız baxımından bizə göstərirlər ki, baxın, bəlkə bir problem varsa deyil, biz də onları həll edək. Açığı, Ədlət müəllimi təyinatından sonra hansı təkliflər prezident aparatda göndərilibsə, növbəti onlayn dialoq olsun, yoxsa birbaşa canlı görüşlər olsun, mütləq keçən dəfə verilən təklifat haqqında məlumatlandırılmışıq ki, bu qaldırıldı, bu cür baxıldı. Hər təklifdə səmərəli və keçərli ola bilmir. Təbii, bu normal bir Allahvatan bir şeylər varsa mütləq nəzərə alınır. Həmişə bizi dinləməyə çalışırlar. Orada da biz suallar verdik, iştirak edirdik, bizə şərait yaradılmışdı. İstənilən məsələnin bağlı öyrənin. Bilirsiniz, bu bir turist səfəri deyil. Bəzən indi bunu belə qiymətləndirirlər ki, gedirlər, gəzdirlər, gəldilər, elə deyil. Partiya sədrləri ictimai rəy edirlər. Hər biri elektorat vardı, təəssübkeşləri vardı və hakimiyyətə talibdir, proqramları vardı. Gedib baxırsa, yolda bizi orada həm mövcud vəziyyətlə tanış edirdi yerli nümayəndələr, həm də perspektivdə nələr olacaqdır tanış edirdilər. Bu, bir turistin gedib görə biləcəyi və ala biləcəyi informasiya deyil. Mən isə inanmıram turistə gedəndə o ərazilərə, oralara gedirlər, baxırlar, o başqa məsələ. Həm də o məlumatlar da dövlət adamlarına, dövlətlə maraqlı adamlara verilir ki, falan şeydə olacaq, falan şeydə nəzər tutulur falan. Və bunlar da çox əhəmiyyətli bir məsələlərdir. İndi o, təbii ki, bunun biraz bəsit tərəfləri var. Mehribançılıq olur, anlaşma olur, orada fikir mübadiləsi başqa məsələ. Hər şeyin kökündə də o həmrəylik durur da. Amma yəni burada artıq vətənçilik yenə də, necə savaşda vətənçilik bizi birləşdirmədi. Bu gün də vətənçilik bizi birləşdirdi. Ora apardı, bizi vətənçilik apardı. Ona görə mən bu görüşü də, bu səfərləri də həm aparatın Ədlət Vəliyev rəhbərliyi, şöbəsinin çox arı kimi çalışan əməkdaşlarla birlikdə fəaliyyətinin yüksək tərəfi kimi qiymətləndirən. O da, necə mən Salih Məmmədov haqqında dedim, Ədlət Vəliyev prezidentinin çox uğurlu kadrlarındandır və son zamanlar bu şöbə yarandan sonra da iqtidar və müxalifət münasibətlərindəki bu normal ab-hava da sevindirici. Çünki ölkə daxilində hər şey milli birlikdən keçir. Bizi kənardan heç edə bilməz. Təbii. Deyirəm ki, bəlkə çox maraqlı bir məqama toxundur. Mənim diqqətimi çəkdi. Bu dialoq mühiti təkcə oturub danışmaqdan ibarət deyil deyə. Əvvəllər hətta Ədalət Vəliyev 2019-cu ildə təyin olunub sonlarında, yəni noyabr aylarında. Bundan sonra başlayan bir prosesdir. Ondan qabaq bu oturub danışmaq dialoqları bir neçə dəfə olurdu, amma nəticəsiz olurdu. Yəni həqiqətən də sizin sözünüzün qüvvəti burada bir fiziki fəaliyyətə də ehtiyac var. Harasa getmək, bir yerdə bir səfər eləmək, dövlət proqramları ilə tanışdıq və s. və ilaxır. Çox bəyəndim, yəni o maraqlı bir məqam idi toxunduğumuz. Yeri gəlmişkən biz yaradılan iş yerləri ilə də tanış olduq. Xüsusilə Cəbrayılda mənim diqqətimi cəlb elədi. Xüsusi xanımlar üçün yaradılan iş şəkli və bütün nəinki təkcə Qarabağ ərazisi, digər ərazilərdən də sifarişlər alınır, tikilir. Çox bəyəndim. Onun çəkilişi də var. Tamaşaçılara xatırladım. Mən axşam saat 9-da Fərəz bəyin də orada çıxışı var. O müsahibə almışam. Onu da yayınlayacağım. Saat 9-da Cəbhə TV kanalında yayınlanacaq. İzləyərsiniz. Yaradılan iş şəraitləri ilə bağlı da fikirlərinizi almaq istəyirəm ümumi. Bax, Bilət bəy, xatırlayırsınız, orada bizi tanış edəndə nümayəndə bizə bir fikir dedi. Dedi, burada təkcə bir bina tikmək, adamdan gəlməsi nəzərdə alınmır. Həm də kompleks olaraq insanlar gələcək, bunu uşaqlar oxuyacaqdılar, özləri işləməlidirlər, xəstəxana şəraiti olmalıdır, bunun mühafizə üçün polisi falan. Yəni, kompleks tədbir. Bu, çox çətin bir məsələdir. Burada bir belə bir təşkil oldu ki, bəlkə bu
bəzi kəndlərdə evlərin tikintisi yerli adamların özlərinə vəsait verməli həll olunsun. O da unikal bir cavab verdi. Doğru bu təklifləri səslənir. Amma bir məsələ var ki, o dedi ki, vəsaitin çoxu yeraltı məsələləri infrastrukturun qurulmasına gedir. Kanalizasiya, elektrik xəttlərinin çəkilməsi, su xəttlərinin çəkilməsi. Mən orada sual verdim. Məsələn, mən bilirdim ki, Cəbrayıl rayonunda çox kərizlər, yaxşı su olan rayonlardır. Dağıdıblar yoxsa yox. Xeylisini dağıdıbdılar. Çox kərizlərin salınansa. Bu fərqli qaydada eləmək olmaz. Təbii. Amma bu infrastruktur salınandan sonra, qayda salınandan sonra məncə imkanı olanlara müəyyən dəstək vermirlər. Özləri o plana uyğun şəkildə evlərini tiksinlər. Layihəyə uyğun şəkildə. Dövlətə yük az düşsün. Həm də iştirakçılıq olsun, biraz belə deyək. Yəni, gedib orada adamlar işləyəndə burada yaşayır, başqaları işləyir, çalışırlar, əmək haqqı verilir və s. Yəni, sözümüz ona gəlir ki, o da nəzərə alınmışdı ki, görürsünüz, indi köçürlər orada. Amma artıq orada tikiş sexi, biz orada daxildıq, var idi. Başqa iş yerlərdə var idi. Bizi orada Aqrosanayi Parkıyla tanış elədilər. Çox nəhəng bir sistem nəzərdə tutulur. Artıq istehsal başlayan sahələr var idi. İnvestisiya 17 milyard manat civarında investisiya qoyuluşu 6 milyardlıq xaricə mal satılıb. Bunlar çox böyük rəqəmlərdir. Ümumiyyətlə, Azərbaycan kənd təsərrüfatının məhsulunun, mən o ərazimiz dağılmazdan əvvəl deyirəm. Məhsulun 60%-ni həmin o itirilmiş 20% rayonlarımız verirdi əvvəl. Fikrimi tutdunuzmu? Yəni, bütün kənd təsərrüfatı məhsulunun 60%-ni, o 20% ərazi verir. Bura sahmanı salınandan sonra ki, biz mina təmizləmə mərasimində də olduq, mina park tadılması və ərazini təmizləmə. İnşallah ki, onları təmizlənəndən sonra çox böyük burada aqrar sənayinin inkişafı, aqrar sektorun inkişafı üçün çox ciddi imkanlar yaranacaqdır. Bu, Azərbaycanın həddən artıq iki mənada xeylədir. Birinci, dünyada bugün artıq ərzaq təhlükəsində bağlı çox sıxıntılar yaşanır. Xüsusən müharibələr və sıxıntıları artırıbdır. Azərbaycan ərzaq təhlükəsizliyini aradan qaldıra biləcəkdir. İkinci, fermerlər işə cəlb olunandan sonra ölkə iqtisadiyyatında, büdcəsində fərqli məsələlər olacaqdır. Düzdür, bizim büdcəmizdə əsasən müsbət saldo neft sektorunun hesabınadır. Enerji sektorunda. Amma gələcəkdə bu cür inkişaf keçsə, elə bizə Aqrosanayi Parkın təqdim edəndə də baxdı, danışdı təqdimatçı ki, məqsəd neft sektorunun inkişafına bağlı burada müəyyən işlər görməkdir. Bax, burada iki məsələ çox mühüm olacaq. Biri budur ki, büdcədə müsbət saldo qeyri-neft sektorunun xeyrinə dəyişmə imkanları var ki, reallaşdırır inşallah və ən mühüm isə, mən həmişə parlamentdə də buna toxunurdum, sahibkarların o, deməli, büdcənin formalaşmasında, o rəqəmin alınmasında xidmətləri çox kiçik olur. Son ildə 4%. İndi bu kiçik rəqəmdir. İndi orada yenə də orta və kiçik sahibkarlığa perspektiv var ki, şərait yaradandan sonra o rəqəmin artması çox yaxşı olar. Bu, həm də sahibkarın bir nəfərin varlanması demək deyil ki, bu gələcəkdə o əhalinin də varlanması deməkdir və üstəlik də gələcəkdə siyasi islahatlar baxımından yerli idarə etmə sistemində bələdiyyələr üstünlük verilərsə, yenə də əhalinin qazan-qazan prinsipi ilə, öz büdcəsini özü yaratmaq prinsipi ilə işlər xeyir. Yəni, orada təməl belə qoyulur. Yəni, çox fundamental təməl qoyulur. Günlük iş görülmür. Yəni, bugün gəldim, 5 nəfər köçdü, gəldi, oturdu, burada yox. İş yeri açırlar. O, insanların məktəbləri, gözəl məktəblər tikiblər. Uşaqların da təhsil alacaqlar. Yeni proyektlərlə tikilir, çox maraqlı. İmanlı insanlar üçün məscidə getdik, ziyarətləri, məscid tikibdilər. Təcili yardım göstərmək üçün xəstəxanalarımız vardı. Polislərimizlə görüşdük orada. Bir çox da keçmiş döyüşçüdür, yaxın arada döyüşmüşdür. Onlar orada artıq öz işlərini qurublar. Yəni, kompleks tədbirlər görmək çox rahat şey deyil. Özdə bu, yenə deyirəm, bir dövlətin 20% ərazisinə şamil olunur. Ona görə təsiratımız çox müsbətdir və xüsusən iş yerlərindən bağlı bundan sonra da nəzərdə tutulan işlər görülərsə, əhalimiz rahat şəkildə artıq əyalətlərə qayıdar. Bunun vilayətdə çox mühüm bir başqa əhəmiyyətlər var. Əgər o əyalət siyasəti normal şəkildə istədiyimiz kimi formalaşdırılacaqsa, artıq Bakının da yük azalacaq. Yəni, urbanizasiya, yüklənmə var Bakıda. Buradan əhalinin rahatlıqla bölgələrə getməsi, şəhərin yüngülləşməsi, mən gələndə bir şikayətləndim yollarda, tıxacda, bunun hamımız hər gün yaşayırıq da. Yəni, təkcə Bakıda infrastruktur, küçələri buradan dəyişib, ora qoymaq, yeraltı keçid falan, düzdə lazımdır. Amma bu, aradan qaldırmağın köklü həlli əyalət siyasətinin yaxşı qurulmasıdır. Əgər əyalət siyasəti yaxşı qurularsa,
insanlarımız əyalətlərdə çalışarlarsa, onlara müəyyən güzəştlər eləmək olar. Orada hətta dedilər ki, vergi güzəştləri var orada. Kommunal xərclərin Kommunal azaldılması xərclərinə çox mənim o diqqətimi cəlb elədi. Daha biraz da deyək insanları bu məsələyə təşviq edən başqa məsələlər də nəzərdə tutmaq mümkündür. Onda həm burada urbanizasiyanın qarşısı alınacaqdır, həm orada bolluq olacaqdır. İnkişaf olacaq. Burada da ucuzluq və bolluq olacaq bazarda. Yəni kənd təsərrüfatı məhsullarını yəqin ki, nəzərdə alıblar da. Orada mən düzdür soruşmadım. Hələlik o meyvə ağacları, bağları təzə salıblar. Amma gələcəkdə inşallah orada yəqin ki, emal zavodları, meyvə emal zavodları olacaqdır inşallah və mütləq soyuducu ambarlar olmalıdır orada. Yəni orada kənd təsərrüfatı mövsümü xeyli verən bir sistem olmasın. Məhsul yığılandan sonra il boyu Bakıda və başqa yerlərdə davamlı şəkildə yeni məhsullarla təmin etmə imkanları olsun. Perspektiv çoxdur. Və mən orada partiya sədrlərinin də müxtəlif təkliflərlə çıxış elədiyini gördüm. Hər kəs o canı yananlığı ilə sevinə-sevinə məsələyə yanaşırdı. Mən hesab edirəm ki, həm siyasi mənada çox əhəmiyyətli tədbirdir, həm bir vətəndaşların özlərinin o yurduna, yuvasına qayıtması, gedib görmək, qürur duymaq baxımından əhəmiyyətli. Səfər çox məmnuniyyətli bir səfər oldu. Yer gəlmişəm, siz qeyd elədiniz, biz mina təmizləmə prosesini izlədik, mina bizə nümayiş olundu, minaların partladılması, necə təmizlənir, həm də mövsüm olaraq otların çıxması, yəni yaz mövsümünə görə işlərin nə qədər çətinləşməsi bu proses. Yəni bu açıq şəkildə bir daha göstərir ki, yəni bu ermənilər təkcə işğal məsələsi deyil, həm də bu mina məsələsi ilə bizə çox ciddi şəkildə həm mənəvi, həm maddi, həm də yəni kifayət qədər böyük ziyan vurublar da. Mina təmizlənmə prosesində beynəlxalq düz deməyim də beynəlxalq təşkilatların, məhz bu işlə məşğul olan beynəlxalq təşkilatlar Azərbaycana qarşı dəstəyini sizdə biz niyə hiss eləmirik? Baxın, o çox mühüm bir həssas məsələdir. Birinci, siz demişkən, söhbət bundan gedir ki, erməni bırağı tutanda burada həmişəlik qalacaqlarını düşünmürlər. Bəzi əraziləri deyək ki, minanı səpiblər, toxub gücənlər. Hatırlayırsa, mən orada o mina zərərsizləşdirənlərin rəhbərindən sual verdim ki, ermənilər xəritələr verir və o yararlıdır yoxsa yox? Dedim, müəyyən yerdə müəyyən qədər yararlı. Amma çox ki, o basıbdır, 30 il ərzində ağaclar, onlar həm də təbii hadisələr nəticəsində sürüşmələr, yağışlar falan, minalar da yerində. Hətta xəritə dəqiq olsa belə, çox çətindir onlar. Siz təsəvvür edin ki, hər qarışa o aparatı qoymaq lazımdır, hər qarışa. Bir ölkənin 20% ərazisində hər qarışa o aparatı qoymaq, onlar da qəhrəmanlardır, onlar da mən buradan təşəkkür edirəm. Aralarında həlak olanlar o salda verildi. Minə düşürlər, həlak olurlar, hər dəfə hər şey uğurlu olmur. Və belə deyək ki, ermənilərin aqressiyası davam edir deməkdir mümkündür. O silah Azərbaycanın o bir snayper silahından vurur, tankla yoxsa minlə onun fərqi nədir ki, onu vurubdur və potensialda yenə də hələ bizim itkilərimiz ola bilər. 400-dən çox dinc əhalimiz minalardan zərər çəkibdir. Amma çox qəribədir ki, sizin o sualınız həm də bir etiraz beynəlxalq təşkilatlara. Düzdür, bizə kömək edən müəyyən dövlətlər, dost dövlətlər vardır. Dost dövlətlərin bu işlə məşğul olan qurumları vardır. Amma böyük mənada dünya bu məsələyə sanki göz yumur. Yəni, çox böyük dəstəyə ehtiyac var. Bir dövlətin 20% ərazisi minalanıbdır. Siz 2 gündən bir gəliblər bizim baş beynimiz aparırlar. Mən xatırlayıram ki, Buzek gəlmişdi bura, mən parlamentdə Avronesin üzvüydüm. Bizdən görüş keçirdi parlamentdə. Hələ ermənilər çıxmadı, təbii ki, 2012-2014 bu arada söhbət. Bizə əməkdaşlığa çağırdı ermənilər. Yəni, belə humanitar davranış var. Mən ona bir söz dedim. Dedim, siz milliyyətçi polyaksınız. Almanlarla Polşa arasında Oder-Neisse problemi var idi müharibədən sonra. O həll olana qədər Avropa qurmağa icazə vermirsiniz. Bizdən artıq millətsizsiniz. Onun video çəkişləri yayılıbdır bəzi məqamlarda. Çox pərt oldu, tərləmişlər. Yəni, sən gəlmişsən bura bizim ərazimizi işğal eləyənlərlə biz əməkdaşlıq təşkil soyqırım ediblər, minalayıblar, dağıdıblar, insanların mülkiyyəti alt-üst olubdur. İstanbulda 100 il əvvəl köçmüş bir erməniyə, bir başqa millətin adamı xaraba ev vardı, şəhərimə, dəymirlər ona. Ki, bunun mülkiyyət hüququ var. Bizdə insanların mülkiyyəti əlindən alıb, dağıdılıbdır. Hələ mən Qərbi Azərbaycandan qovla 100 minlərlə insanları demirəm. Hələ bu 20% ərazimizdən deyirəm. Bunları demirsiniz siz. Başınız nağıl danışmağa. İndi bu insanlar yerlərinə qayıtmalıdırlar. Əslində
BMT-nin ki 4 qətnaməsi var idi. Onlar onu özləri icra eləməlidir, eləmədilər. Biz icra elədik. O müharibənin pulunu onlar verməli idi. Çünki biz BMT-yə üzvlük haqqı veririk. Bəli. Doğru mu? Və onlar bizim hüquqlarımızı qorumaq məcburiyyəti. Qorumalıdırlar, öhdəlikləri vardır. Sən də 4 dənə qətnamə vermirsən. Bura mənim ərazim, doğru. Sən bunu həyata keçirməlisən, əgər düşmən tərəf çıxmırsa. Keçirmirsənsə, mən keçirmişəmsə, mən bunu keçirməyimin bu müharibədə xərclədiyim pulu sən mənə verməlisən əslində. Və mən buradan Azərbaycan rəhbərliyinin o strukturlara da təşrif edirəm ki, müəyyən strukturlar, hərbi ordumuz olsun, ya sosial nazirlik başqaları, müəyyən qurumlar qarşısında bu məsələni qaldırsınlar. Partiyalar da elə bircə belə bir bəyanat və yaxud da müraciət ünvanlaya bilərlər. Ola bilər. Mən bundan bağlı bir neçə dəfə BMT-nin başqa yerlərin də nümayəndəliklərdən məktublar göndərmişəm. Burada BMT-nin nümayəndəsi görüşüm olubdur. Amma istəyirəm dövlət tərəfindən də artıq bu qaldı. O təzminat davası öz yerində erməlidir. Dağıdıbdır. Amma bunu da həll eləməlidir. Təzminat davası da bizə kömək eləməlidir əslində. İraq Küveytə girmişdi. Amerikan təşəbbüsünün 2 il əvvələ qədər İraqa pul ödətdirdilər Küveyt üçün. Bizim ərazimizdə 480 milyard hələ biz azad eləməyənə qədər nəzərə almışıq. 480 milyard itki var idi. İndi girəsən baxsan ki, bu rəqəm çox kiçikdir, trilyonlardan söhbət gedir. Çox böyük zərər vurublar. Çox böyük zərər vurublar. Daş üstündə deyil də, yəni bunun deyilməli bir yeri yoxdur axı. Həm dağıdıblar, həm də sən bunu quracaqsın axı. O da puldur. O da puldur, bəli. Doğru mu? Əslində baxın, Avropada Marshall Planı vardı o 2-ci Dünya Savaşından sonra. Azərbaycan dəstək də verilməlidir, quruculuq işlərlə bağlı. Nəinki minaların təmizlənməsi, mina da təmizlənməlidir, quruculuq işləri də olmalıdır. Biz müharibəni aparmışıq. Verdiyimiz pulda BMT, başqa donor təşkilatlar bizə ödəməlidirlər. Biz onların qətnaməsi ilə bağlı iş gördük. Biz niyə sizə üzv haqqı veririk? Məncə bu istiqamətdə də bizim QHT-lərdə, hüquqşünaslarda, savad hüquqşünaslarımızda var. Dövlət orqanları da məncə məşğul olsalar, təbii mənim subyektiv fikrimdir, təklifimdir, yaxşı olar. Çox bəyəndim əslində, yeni bir təklifdir bu son zamanlar. İndi müharibədən sonra mən eşitmədim, amma BMT-yə üzvlük haqqı həqiqətən də biz ödəyirik, niyə ödəməliyik? Və yaxud da ödəyiriksə, niyə bizim beynəlxalq səviyyədə hüquqlarımız təmin olunmur? 4 qətnamə qəbul edib, heç birini icra eləməyib, biz eləmişik. Təşəkkür belə eləmirlər. Və o nizamnamə də var, yəni bir qətnamənin həllini həyata keçirmək üçün də özləri eləməlidir. Özləri eləməlidir, bəli. Fəriz bəy, bugün həm də bir maraqlı bir tarixdir, 4 iyun tarixidir. 92-ci ildə qiyam baş vermişdi. Siz o hadisələrin şəxsən yəni həm vaxtı iştirakçısı olmuşsunuz. Yəni qiyamı yoxdur, tamaşaçılar səhv başa düşərlər birdən, yəni proseslər. Haqqında nələr deyə bilərsiniz, xatirələrinizdən, niyə baş verdi 4 iyun hadisələri? Vallahi mən bu mövzuda çoxdan danışmıram. Heç burada bu mövzunu qaldıracağımızı gözləmirdim. Biz tam fərqli bir şeydən danışmaq istəyirdik. Bu zaman çox keçdi, yəni üstündən neçə il keçibdi, 32 il vaxt keçibdi. Mən o qiyam eləyənlərin sağlığında ən sərt şəkildə sözümü deyən bir adamım. Mənim sizlə müsahibəm oldu onunla bağlı. Yəni, indi dünyasını dəyişiblər adamlar. Biraz mənim üslubum budur ki, mən həbsdə olan, xəstə olan və dünyasını dəyişənlər haqqında danışmıram. Gəlmişəm bunu bu həmrəylik məsələsinə bağlayacaqdım ki, yəni bu gün də amma bir ümumi toxunaram məsələyə ki, təbii ki o zaman 2 məqamı götürür. Yəni, o zaman bir qiyam baş verdi. Qiyam niyə baş verə bilər? 2 şeyə görə baş verir. 1. Hakimiyyət bacarıqsızdır, falandır, mən də qiyam edirəm. Hərçənd bu hakimiyyət dəyişmənin normal yolu deyil, seçici deyil. Bəli. 2. Kreslo həvəskarlığından ola bilər. Doğru mu? İndi birincisə toxunuram. Tutaq ki, xalq cəbhəsində İraqda tutula bilər. Amma həmin qüvvələr 94 və 95-ci illərdə yenə qiyama cəhd elədi. Yəni, bu onu göstərdi ki, söhbət hakimiyyətdən getmir. Xarici qüvvələr Rusiyanın birbaşa himayəsində olan Rusiyanın dəstəyi ilə, İranın da verdiyi dəstəklə bu işlər görürlər. Çünki o zaman Gəncəyə qiyamçılara İranın buradakı səfiri Quran aparıb bağışlamışdı. Bunu hamı bilir. 2. Kreslo davası söhbəti. Yaxşı, əgər Kreslo davası edirsə, birinci o qiyam eləyəndən çox iş başındaydı. 2. də ki, elə bu dünyasını dəyişibdir surət. Sonra rəhmətli Heydər onu başlanıcı post verir. Bu da bunun Kreslosu. Amma yenə də davam elədilər, cəhd elədilər. Doğru mu 90? Deməli, məqsəd fərqli. Deməli, bu xaricdən idarə olunan məqsədli şəkildə Azərbaycanı yıxmaq üçün qurulan plan idi. Burada siyasi təşkilatın falanın günahı yox idi. Deyir, torpaq bərk olanda öksürüşüdən görə məsələsi var. Hamamını tənqid edir. Bu, Rusiyanın Azərbaycan dostu olmayan dövlətlərinin Azərbaycan üzərində projesidir. Mən məntiq ilə aydın şəkildə məsələni qoydum. Doğru mu? Doğru.
Və o qiyamın qarşısının alınması mümkün olmadığından ki, mən hesab edirəm ki, bəlkə indi düzdür, keçmişə baxıb bu məsələlərə qiymət vermək rahatdır. Məncə bütün nə olursa olsun qiyamın qarşısı alınmalıdır, çətinliyə baxmayaraq. Mənim xəttim bu idi. Əslində mən o vaxtları, indi mənə deyirlər Fərzi Quliyevin bəyanatı, məşhur 9 fevral bəyanatı, üstündən 32 il keçibdir, hər gün, hər dəfə bu məsələyə toxunurlar. O bu gün belə aktuallığını saxlayır. Biz orada məsələni qoymuşduq ki, məsələ araşdırılsın, günahkarlar cəzalandırılsın falan. Cəzalandırılmalıdır, cəzalandırılmadı və bu baş verdi. Mən məsələnin təfərrüatına toxunmadan başqa şeydən danışmaq istəyirəm amma. O qiyamın nəticəsi olaraq nə oldu? 6 rayonumuz itdi. Doğru mu? O qiyam olmasaydı Azərbaycan ordusu Xankəndin 7 kilometrliyində dayanmışdı artıq. Və bütün ərazilər də azad olunmuşdu. Erməni ordusu da çıxıb qaçırdılar onu. Əvəzində nə oldu? Biz 7 rayonu itirdik. İndi düzdür, biz qaytarmışıq rayonları. Amma nəyi itirib, nəyi qaytarmışıq? Sağ salamat 7 rayonu itirib, daş olmayan 7 rayonu qaytarmışıq. Yəni o qiyam bizə buna başa gəldi. Ona görə ilan vuran alaçatdan qorxur. Mən çox milli birliyə çağıranda... O məsələyə gələcəkdim. Mən onu yaşamış, görmüş adamım. Və çox sərt şəkildə bəlkə barmaqla sayılan adamlardansa mən haqqım var ki, danışam ki, mən cəhd eləmişəm ki, yatırılmalıdır və ortada səlahiyyətim olmasa belə fəaliyyətim olubdur. Mən heç bir dövlət orqanında olmamışam. Mən Xalq Cəbhəsi İcra Komitəsinin sədri idim və rəhmətli Əlfəz İlk prezidenti, mən onun birinci müavini idim. Amma mən nazir falan icra başı belə postda olmamışam. Mənə hərçəndə bunlar təklif olunubdur. Naxçıvanda mənə Heydərliyi baş nazir təklif edib, getməmişəm. Burada prezident Elçivə müxtəlif postlar təklif edib, getməmişəm. Ona görə yox ki, mən belə təkəbbürlüzə davranmışam. Düşünmüşəm, mən elə bilmərəm və mənim sahəm başqadır. Mən bu gündən məmurlara çağırış edirəm ki, hər dəfə bir ona iş təklif olunur, dəfə razılaşmır. Baxın ki, bunu eləyərsə yoxsa yox. Səndən yaxşısı varsa, geri çəkil, başqası eləsin. Bu məsələn başqa tərəf. Dediyim ondan ibarətdir ki, bax o bəyanata əməl olunsaydı, ölçü götürülsəydi, bu şeylər baş verməyəcəkdi. Mən indi o sizin sual verməyə və sizə qırıb saxlayıb davam etmək istəyirəm. Mən həbsdən çıxandan sonra bir fikir bildirdim. Dedim ki, dalaşmaqdan əvvəl danışmaq lazım. Bu məntiqdir də. Sən danış, alınmasa dalaşarsan da. Amma əvvəl danış. Əvvəl danış, danışmaq lazım. Üstəlik, biz düşmənlərlə belə danışırıqsa, ki, istənilən müharibənin də sonra danışırıq. Danışıq. Biz ermənilərlə danışmırıq. Ölkədə mən o vaxtda gördüm ki, kənardan bir şey də bilmirlər. Ermənilərlə döyüşürdük. Biz aslında ermənilərlə döyüşmürdük, Rusiyayla döyüşürdük. Xankəndin 7 kilometrdə dayanmışdıq, ordumuzda qurmuşduq. Daxildə bizə həll elədilər. Bir tərəfdən Sabval məsələsini qaldırdılar, bir tərəfdən Taşman məsələsini qaldırdılar, burada qiyam qaldırdılar. Son zamanları götürək. O qiyamdan sonra neft kontraktları bağlanan ərəfələrdə dərhal o dövlət çevrilişi cəhdləri oldu, xatırlayırsınız. Yəni oxumuşam daha doğrusu. Sərhədlərdə konflikt olanda ən əsas, elə sonuncu müharibəni götür. Hardan başladı savaş? Tovuzda. Niyə? Enerji xəttləri oradan keçir. Başçaya xətti oradan keçir. Onu vurmaq istəyirlər. Onu kontrolda saxlamaq istəyirlər. Yəni bu məsələlər strateji məsələlərdir. Mən o vaxt bunu deyəndə bu şüarı, çünki mən görürdüm axı daxildən də atmağa çalışdılar işləri. Hətta bəziləri məni bu məsələdə satqın, hakimiyyət işbirində olan falan kimi adlandırmalar başladı. Bugün həmin adamlar özləri bu diyalog mühitində sevə-sevə iştirak edirlər. Hətta üstündən 10 il keçəndən sonra bəzi məni tənqid edənlər belə bir ifadə işlətmişlər. Biz prezident parkında bir süpürgəsilə danışmaq hazır. Qardaş, mən dedim prezidentlə danışın, məni eşitmirsiniz. 10 il düşünüb, sonra süpürgəsilə danışmaq razı olsun. Yəni süpürgəçilər təklif etmək istəyirəm, estağfurullah. Bunlar bizim abicəklərimizdir, bacılarımızdır falan da, hamımızda sayğım vardır. Bu özü namusunun əlləməni iş qazanlardır. Yəni status səviyyəsində. Status məsələsi. Status baxımından məsələ toxunur. Bugün də mən düşünürəm ki, baxın siz yeni tarixə qayıdaq. Mən bir tarixə qayıtdım o neft. Azərbaycanda biraz vəziyyət yaxşılaşan kimi İran hücrələri burada fəallaşdırdılar. Gəncədə hətta açıq terror elədilər. Burada bir deputatımıza güllə atmağa qədər irəli çıxdılar. Hücrələri müxtəlif şüarlarla çıxırdılar. Şəhid qəbirləri üzərində Azərbaycan dövlətinə qarşı belə çağırışlar eləyən, mən yəqin siz də baxmışsınız sosial şəbəkələrdə. Bu tərəfdən soğuqla yaxşı eləcək bir tərəfi. Rus evi. Onlar da bir işlərini bir görürdülər. Mən həmişə parlamentdə deyirdim. Bugün də deyirəm ki, Rus məktəbləri bağlanmalıdır. Ona görə yox ki, mənim Rus xalqına bir problemim yoxdur ki. Bizim Azərbaycanlar 3 milyon Rusiyada yaşayır. Moskvada bazar günü məktəbləri vardır.
Burada bazar günü məktəb elə bilər və yaxud da burada özəl sektorlar, özəl məktəblər, rus məktəbləri edirlər. Dövlət hesabına 200-300 dənə məktəb olması lazım deyil. Ki bunlar bundan istifadə edirlər. Mən sizə bir şey deyim. Bax, bu təxminən bir həftə əvvəl Rusiya Xarici Naziri Raul Lavrov Ukrayna barədə belə bir fikir dedi. Biz orada milyonlarla rusca danışan var. Demədi Rusiya hala. Rusca danışan var. Biz bunları müdafiə edirik. Doktrinlərində belə bir şeylər də salıblar ki, Rusiya vətəndaşı bir yerdə zərər görəsə, onlara müdaxilə edirlər. İkili vətəndaş verdilər burada. Qarabağda ermənilər hansı vətəndaş vermişlər? Onlarda da ikili vətəndaş. İkili vətəndaş onlar Ermənistan vətəndaş deyildilər. Qondarma Arçaq, Qarabağ və Rusiya vətəndaşları. Və Rusiyada orada oyun çıxarırdı. Gətirmişdi orada 5-6 dənə şairin heykəlini qoymuşdu, manat tikirdi, kilsə düzəldirdi. Rus icmasiyətdə yaratmışdı. Rusiyadan bir missioner göndərdi. İndi burada məhkəmədə cavab vermək məcburiyyətində qalıbdı. Rusiyadan gəlmiş milyon. Doğru mu? Mən bunları niyə sadalayıram? Bütün siyasətçilər, xüsusən siyasətdə biraz qabaqda olanlar, mən partiyadaşlarımın hamısından bərabər səviyyədə, yəni koordinator mənəm də, yəni bunların sədrliyində falan biraz böyük çıxmasın. Bizdə sədr postu yolbay gedir. Bu yolun qarşısında mən gedirəmsə, bunlar da mənim yoldaşlarım, biz eyni statusda adamlarıq. Amma mən və yoldaşlarımız dəfələrlə müzakirələrdə bunu qoyuruq və görürük ki, əgər ölkədə daxili birlik olarsa, kimsə bizə bata bilməz. Olmazsa bir şeylərlə. Türkiyədə eyni şey cəhd elədilər. Məşhur 16 aprel məsələsində. Amma Türkiyə onu ordunla mı yatırdı? Qalxdı ayağa və ona yox dedi. Yəni, xalqın birliyi bugün mühümdür. Hökumətin yanlışları olacaq, xeyli çatışmazlıqları vardır. Biz də bunu tənqid edirik. Bu tənqidlərdə normal yanaşırlar, qəbul edirlər. Bu qərəzli deyil. Tənqid olmasa... İnkişaf da olmaz. O inkişaf da getməz. Üstəlik, mən həmişə müxalifəti bəlkə oxşatma biraz qərib olacaq. Demokrat qılıncını oxşadıram. Demokrat birisində bu məşhur natiq olub, çıxış eləyəndə çiyindən atırmış. Üstdən qılıncanı fədər çiyindən atıraq batırmış ki, o təciz. Müxalifət demokrat qılıncıdır. Yəni bir yanlış olanda ona dəyməlidir ki, hakimiyyət doğru dürüst geçsin. Çünki hakimiyyətdə bir-birini ötürür. Nə dəxli yoxdur, 5 ildən bir, 10 ildən bir, 50, axır ki, dəyişilir. Amma dövlət əbədidir. Dövlətin əbədiliyini saxlamaq üçün, qorumaq üçün dövlət olmasa hakimiyyət olmaz ki. Ona görə ya müxalifətdə ol, ya hakimiyyətdə. Məsuliyyəti hiss eləməlisin. Bizim partiya ideoloji təşkilat. Bizim partiyada bilirsiniz də Türk Dünyası Departamenti, Qərbi Azərbaycan Departamenti, Borçalı, Dərbənd, Güney Azərbaycan Departamenti var. Ki, biz 2005-də yapmışıq. Bugün artıq Qərbi Azərbaycan icması mövcuddur. Türk Dövlətləri Təşkilatı mövcuddur. Bu ideoloji olaraq düşüncəmizin hakimiyyətdə olmasını istəyirik. Və o düşüncələrimizdən birisi də barışa söykənən sabitlik. Ölkədə barış olmalıdır sabitlik üçün. Sabitlik olsa inkişaf olar. Təsəvvür edin, bu günlər əgər nə qədər o müharibədə sabitlik olmasaydı, bir əsgər döyüşür. Fikir qaladı da arxada ki, orada nə oldu, döyüşdülər, döyüşmədə atam tutuldu, babam tutuldu, nə oldu? Amma bu görürdü ki, hardan keçirsə yollardan əlində axırıncı suyu varsa putukan o maşın atırlar, bir tərkib çatdırsınlar ona. Bölgələrə gedirlər, xəstəxanalara gedirlər. Hamı əsgərinin yanında, Ali Baş Komandanının yanındadır. Ali Baş Komandan da oradan savaşdı da. O dönəmdə təkcə müsahibələrini götürür. 40-dan çox beynəlxalq media. Müsahibə götürənlər kim idi? Onlar jurnalist idi. Hamısı xidmət agentləri, təbii təşkilatın üzvü. Amma hamısında cavabını verir. Yəni o mənədə, o 4 günə toxundunuz. Mən məsələni mahiyyət sonra gətirirəm ki, o vaxt baş verənlər bizə dərs olmalıdır ki, bundan sonra ölkəmizin birliyini bütövlüyü qoyaq. Əslində mən də o məqsədlə vermişdim 4-cü məsələsini ki, məhz bu həmrəylik məsələsinə keçid edəcəkdim. Siz bütün mənim suallarıma cavab verdiniz əvvəlcədən. Təşəkkür edirəm. Yercəmikən rəylərdə də Qarabağda aparılan quruculuq işləri, region üçün simvolik strateji əhəmiyyətləri olan səfərlər, Xankəndidə partiyaların bircə qurultayı keçirilsin deyə bir təklif var. Partiyaların bircə qurultayı biraz yanlış anlayışdır, amma ümumi olaraq partiyalar bircə iclaslarını keçirdirlər məncə. Təbii, yığılırıq yəni bu onları. Qarabağda iş yerlərinin açılması əhalinin orada yaşamasından daha çox rol oynayacaq. İş yerlərinin açılması daha çox rol oynayacaq insanların oraya getməyində. Fərəc bəy də xüsusi vurğuladı. Azərbaycanda siyasi dialoq mühitinin çox böyük əhəmiyyəti var. Bir neçə il öncə işğal dövründə təsəvvür etmədiyimiz hadisələr baş verir deyə də bir rəy var. Həqiqətən də Fərəc bəy, vaxtımız çox az qalıb, amma qısaca o məsələyə toxunuq. 27 sentyabr 2020-ci ildən əvvəlki dövrə nəzər salanda biz bu cür yaşadıqlarımızı o vaxt təsəvvür edə bilməzdik həqiqətən. Mən şəxsən təsəvvür edə bilmirdim ki, nə vaxtda belə bir
Torpaqların işğaldan azad olunacağına həmişə inanmışdı məsələlər. Uzun müddət nə vaxtsa olacaqsa, axır əvvəl olacaq. Amma bugünkü yaşadıqlarımız həqiqətən təsəvvürə gəlməyəcək hadisələr idi. Çox möhtəşəm hadisələr baş verir. Çox təşəkkür edirəm Fərc bəy. Mən təşəkkür edirəm. Dünən səfərdən gəlmişdik, yorğun idiniz bilirəm, amma var olun. Təşəkkür edirəm ki, gəldiniz efirə.